Sevgili izleyiciler, Azerbaycan Bakü'de yer alan birçok firmaya, birçok kuruma aslında hizmetkar olan Billur firmasından sesleniyoruz sizlere. Yanımızda da firmamızın kurucu ortaklarından biri olan Mansur Bey bulunuyor. Nasılsınız Mansur Bey? Sağ olun, çok sağ olun. Siz nasılsınız? İyiyiz efendim, çok teşekkür ederiz. Sizi tanıdığımıza çok memnun olduk ancak izleyicilerimiz de sizi biraz tanısınlar lütfen. Öncelikle sizi Azərbaycanda görməyimə çox şadıq. Yəni təşəkkür edirik ki, gəlirsiniz Azərbaycan bizim üçün firmaları tanıdırsınız. Dünya təbii ki, sizin verilişləri dünya izləyir. Evet. İlk öncə sizə təşəkkür edirəm. İkinci növbədə özümü tanıdım. Hüseyn Mənsur Eldaroğlu. Azərbaycanın turizm sektorunda belə deyək, böyük bir pay olan bölgələrindən biri Quba şəhərində anadan olmuşam. İxtisasca özüm rus dili müəllimiyəm. Türklər öğretmendirlər zaten. Evet. 2010-cu ildə birkaç tane inşaat sektorunda şirketler təsis etdik, birkaç ortakla. 2013-cü ildə isə Billur şirkətini təsis etmişik, 5 ildir fəaliyyət göstəririk. Mansur Bey, 2013 yılında aslında piyasanın ihtiyacı olan bir faaliyete başladınız. Peki buradaki hedef kitlenizi kimler oluşturuyor? Kimlere hizmet ediyorsunuz? Buradakı hədəf kütləmiz əsasən otellər, fitness spalar və klinikalar, xəstəxanalardır əsasən. Bizim hədəf kütləmiz bunlardır əsasən Azərbaycan üzrə. Yani temizliğin ve hijyenin hüküm sürdüğü yerlerde sizin ürünleriniz var. Peki hangi ürünleri sizden temin edebiliyor şirketler? Əsasən bir dəfəlik istifadə mallardır bizim satdığımız. Həm gigiyenik malzəmələrdir, kosmetik malzəmələr və tekstil malzəmələri ilə şirkətləri təmin edirik. Efendim, bir otelin aslında banyosunda gördüğümüz bütün malzemeleri, terliğinden şampuanına varana kadar hepsi Billur firmasından çıkıyor. Peki faaliyet alanını sadece Azerbaycan mı, yoksa harici ülkelere, yurt dışına da ürünlerinizi gönderiyor musunuz? Əslində hal-hazırda Azərbaycandır, amma bildiyiniz qədərilə Cənab Prezidentin bir layihəsi var. Made in Azərbaycan layihəsi və biz də o layihənin bir parçası olmaq istəyirik gələcəkdə. Belə deyək, bu bizi bəlkə də rəqiblərdən fərqləndirən böyük cəhətlərimizdən biridir. Azərbaycan brendi olaraq, yəni bir brend belə deyək, yaradıb onu dünya bazarına çıxartmaqdır və Azərbaycanı dünyaya tanıtmaqdır. Mansur Bey, çok teşekkür ederiz bizlere vakit ayırdığınız için. Şöyle bir toparlayacak olursak son olarak neler söylemek istersiniz? Son olarak da bizi izleyen iş adamlarına səslənirəm, bizim kimi firmalara səslənirəm ki, biz profesional ekibimizlə onlarla işləməyə, əməkdaşlıq etməyə hər zaman hazırıq. Peki, çok teşekkür ediyoruz efendim. Ağzınıza sağlık. Evet sevgili izleyiciler, Billur şirketinden seslendik sizlere. Bir kez de sizlerin huzurunda yöneticimiz Mansur Bey'e çok teşekkür ediyoruz.